Məmmədli Kənan Vəfadaroğlu 30 may 2002-ci ildə Qax rayon Tasmalı kəndində anadan olub. Orta təhsilini Elçin Şahmərdanov adına Tasmalı kənd orta məktəbində alıb. Sonra hərbi xidmətə gedib. Əskər Kənan Məmmədli Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və döyüşlərin birində qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün vətən uğrunda Suqovuşanın azad olunmasına görə və Laçının azad olunmasına görə medalları ilə təltif edilib. Qax rayonunun Tasmalı kənd qəbirstanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimizin.